Dəyərli izləyicilər, xəbər verdiyimiz kimi ötən gün Bakıda 2007-ci il təvəllüdlü oğlan və 2012-ci il təvəllüdlü qız hamam otağında dəm qazından zəhərlənib. Hadisə nəticəsində 19 yaşlı gənc oğlan həyatını itirib, 14 yaşlı qız isə xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı News 24 Aza danışan qızın anası bildirib ki, o evdən qaçıb. Stat: Mənim ürəyim qan ağlayır, bu uşaq dəfələrlə qaçıb. Neçə dəfə tutub gətirmişik, yenə bu hərəkat təkrarlanıb. Qabaq bir dəfə qaçanda Abşeron rayonunda axtarışa vermişdim. Tapıb gətirdilər. Ondan sonra daha polisə müraciət etmədim. Hər dəfə gedib hamını narahat etmək istəmirəm. Statın sonu. Ananın dediyinə görə qızı ilə bir müddət qabaq danışıb. Onu evə qaytarmaq üçün dilə tutub, amma qız dinləməyib. Stat: Dedim, ay bala, gəl evinə, sənin yerin yurdun hardadır? Mənim başqa uşaqlarım da var. Amma bu uşaq fərqlidir. Mənə qulaq asmır. Atası da gözdən əlildir. Yeniyetmənin anası qızını günahlandıranlara da səslənib. Oğlanın yaxınları qızımı günahlandırır. Niyə demirlər ki, bunun 14 yaşı var, onun 19. Niyə bunu demirlər? Mən artıq heç nə demirəm, özünüz görürsünüz, deyə o bildirir.